Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, ATV-lər məhəlləsi deyilən ərazidə, gözəl bir yerdə, hündür bir yerdə, məktəbə yaxın olan ərazidə 230 içində 6 qarajlı, 4 otaqlı bir tam təmirli bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırılan burada bir neçə dənə ev tikilib. O biri videolarda da qeyd eləmişəm, indi də qeyd eləyirəm. Yəni, bax bu evlər 2 dənəsi, 115 mindir, kim istəsə, gəlib 2 qohum, 2 qardaş, bacı qardaş, 2 qardaş, nə bilim, ata-bala, hamısı yəni burada gəlib ev ala bilərlər. Bunu da nəzərinizə çatdırım. Bu evlər fərqli qiymətli, indi bunlar da qiymətlərini sizin nəzərinizə edəcəm. 2 dənə də eyni qiymətdədir. İndi bunlar da sizin nəzərinizə çatdıracağım. Bir də ayrıca bir qiymət var. Keçən indi evin özü ilə tanış olar. Nəzərinizə çatdırım, ev satış üçün də tikilsə də tam yenə standartlara uyğun inşa olunub. Demək, bax, kəmərləri vırılıb, fundament vırılıb. Hər şey qaydasında, qoşadaş, kurqaboy, hər yer yəni qoşadaşdır, kürsülüdür, altı qarajdır, altında bütün otaqlara keçmək mümkündür. Gördüyünüz kimi də, bax belə, hər şey qoşadaşdan insan olub, bütün otaqlarına keçməkdir. Artıq əşyalarınızı yığmaq üçün əlverişli bir hündürlüyü var buranın. Gördüyünüz kimi də atmalar qırsantdan atılıb, tam standartlara uyğun inşa olunub. Keçən indi, hörmətli izləyicilər, evin içi ilə tanış olaq, həyəti ilə tanış olduq. Gördüyünüz kimi torpaq sahəsi, yaşıllıq salmaq üçün boş torpaq sahəsi saxlanılıb. Həyətinə də rahat 200 maşın daxil ola bilər. Bir sotda rahat həyəti var. Keçən indi evin içi ilə tanış olaq. Burada fərq odur ki, həm hündürdür, həm altı qarajdır. Qiymət o bura 115 minlərdən fərqlidir. Sonda qiymət için nəzərinizə çatdıracağam. Girən kimi, bax bu evin dəhlizi biraz daha enidir. Haradasa 1,80-1,90 var, 2 metrə yaxındır. Bunu nəzərinizə çatdırım. Gördüyünüz kimi də dəhlizin eni qeyd elədim, 1,70-1,80 rahat var. Bəlkə də 2 metrə yaxındır. Hündürlük 3 metrdir. Açıq aboylardan, ağ qapılardan istifadə olunub. Gördüyünüz kimi də mətbəxi də həm genişdir, həm ürəkaçandır. Bu evlər nisbətən bax genişliyi var. Həm mətbəxində, həm dəhlizində, həm də otaqlarında fərqlidir. Buna nəzərinizə çatdırım. Gördüyünüz kimi də bura mətbəx hissəsidir. Bura hardasa 3-ün 5-ə, 15 kvadrat buranın mətbəxidir. Keçən il buradakı qonaq otağı ilə tanış olaq. Qonaq otağı da olduğu kimi 4 metrənin hardasa 7 metrə olar. Otaqların genişdir, gördüyünüz kimi. Sağda uşaq otağıdır, 10 kvadratlıq olar. Buranın da ev sahibi pərdələrini deyəsən asıb qoyacaq yerinə. Duş kabinaları zat yığılacaq. Burada bir 14 kvadratlıq bir yeni yataq otağıdır. Bu otağın pəncərələri tam işıqlıdır, havalanmaya uyğundur. Bir də sol tərəfdə düzdür, biraz yaxınlıq var, amma yenə də orada da hava işləyir. Uşaq otağı da aslında orada. Gördüyünüz kimi də buranın otağı arası 14 kvadratdır. Burada da bir dənə 3-ün 5-ə geniş yataq otağıdır. Buranın da tam içindən, rahat evin içindən işıq düşür. Evin yenə gördüyünüz kimi aboylar da zövqlü aboylardır, qapılar açıq aboylardandır, dəhliz ürəkaçan genişdir. Sonda da bura hörmətli izləyicilər, sanuzel hissəsi. Gördüyünüz sanuzeldə təmiri vəziyyətdədir. Duş kabinəsi zat hamısı bəlkə də ola bilsin, ev sahibi qoyacaq, o bir evlərdə qoyublar, indi burada ola bilsin, bunda qoyacaq. Modatürü qoyulub, aksesuarlar yığılıb, hamısı gördüyünüz kimi də təmiri qaydasındadır. Hörmətli izləyicilər, kimlərsə evin satmaq istəyirsə 055 389 3808 nömrəsini əlaqə saxlayın, evlərin satılmanına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak səhifəsinə daxil olursunuz, orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, kodları yaddan çıxmasını götürmək. Evin qiyməti də nəzərinizə çatdırın, bu ev 120 mindir. 2 dənə evdə 120 mindir. 115 min, 120 min. 2 dənə ev, bir dənə də evin qiymətini onda çəkişdə deyəcəm sizə. 120-də bu evlərin stat qiymətdir. Biraz da genişliyi zadı var, həm də 6 qarajdır. Yəni fərq 5 min fərq edir. Stat qiymətdən ikisində də. Sona qədər izlədiyiniz üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin.